Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli dinleyiciler, bugünümüzde itirdiğimiz en kıymetli değerlerimizden biri de evlilik değerleridir. Ki artık evliliğin özü belə hayatın bir eğlencesine çönmüştü. Yani evlilikle eğlence birbirine karıştırılmıştı. Değerli insanlar, evlilik elbette ki gönül bağıyla baş veren bir prosesti. Daha doğrusu beli olanda ona evlilik deyirlər. Daha müəyyən şərtlər, müəyyən ehtiyaclar üçün deyil mühüm olanı. Bu məsələdə bizə ən etibarlı ünvan, bizim üçün ən etibarlı ünvan Allah'tır. Çünki bizləri və hisslərimizi və duyğularımızı yaradan Allah bunu nə ilə daha doğru həyat yaşaya biləcəyimizi o təyin etmişdi. Bu ona görə də Rəbbimiz İslam dinində evlilik üçün şərtlər qoymuşdu. Allahın Resulü tərəfindən bu şərtlər bizə bildirilmişdi. Baxın, əgər həqiqətən də bir cüt ailə qurmaq istəyirsə və saadətə qovuşmaq istəyirsə, bilginən ki, şərtlər Allahın buyurduğu kimi olmalıdır. Allahın buyurmadığı şərtlərin içində heç vaxt saadətdən danışmaq olmaz. Əlbəttə ki, hələ Allahın şərtləri ilə də evlilik edib, evliliyi pis sonlanmalar vardır. Bir də bunu bilmək olmur ki, pis nədir? Ən doğrusunu Allah bilir. Bu günləri yaşadığımız, o qədər xoşlamadığımız işlər vardır ki, nə bilirsən, bəlkə də bir gün Allahın huzurunda həmən yaşananlara görə bəlkə alacağın mükafat sənin üçün itirdiyindən daha qiymətli oldu. Ona görə də biz bunu bilə bilmərik. Bizim biləcəyimiz, edəcəyimiz iş Allahın bizə göstərdiyi qaydalara uymaqdır. Və bu günümüzün ən böyük problemlərindən olan evliliyin sürətli dağılmaları, bunlar göstərir ki, yenə də praktikadan görünür ki, şərtlərə düzgün əməl olunmur ki, qısa müddətdə bu evlilik pis nəticələrlə sonlanır. Bəzən cinayətlə və bəzən nifrətlə və bəzən də heç biri olmasa belə həyatın dadı qaçır, həyatın mənası itir. Ona görə gəlin, görək Allahın Resulü sallallahu aleyhi və səlləm evlilik üçün hansı şərtləri vacib olaraq önə sürmüşdür. Yəni bunlardan biri olmasa evlilik Allahın dininə görə səhih sayılmır. Halbuki biz bu şərtlərə baxanda görəcəyik ki, nə biri, bir neçəsini düzgün icra etmirik evlənərkən. Özü də ağsaqqallar tərəfindən bu cinayət edilir. Evlənməyin birinci şərti, evlənən şəxslərin təyin olunmasıdır. Yəni, evlilik prosesində oğlan və qız iştirak etməlidir. Oğlan da və qız da, bax bu iki nəfər. Nə qədər evlilik vardır, telefon zəngi ilə nikah qıyılır. Qız yoxdur orada, nikah qıyılır. Və yaxud da oğlan yoxdur, nikah qıyılır. Düzdür, bəzi imamlar, İmam Şafii kimi imamlardan qız olmasa atası ona
şahid qala bilir ki, yəni mənim qızım bu evliliyə razıdır. Çünki heç bir ata öz qızını uçuruma atmaq istəməz. Amma ki, bu güclü görüş deyil. Güclü görüş budur. Qız və oğlan iştirak etməlidirlər. Maraqlıdır. Bu günləri ən çox pozulan evlilik qaydalarından birinci elə bunu evlənənlər pozurlar. Nikah qıydırmağa, rəsmi nikaha qız oğlan gedir. Amma dini nikaha isə qız getmir. Soruşanda niyə? Cavab belə verirlər. Ayıbdır, utanır. Subhanallah. Ayıb nə iş olur ki orada? Nikaha gedəndə cahillərin içində səsküy qopardaraq, çıllıq ataraq nikaha getmək ayıb olmur. Bəs dini evliliyə gələndə qızın və oğlanın qızın orada iştirakı ayıb mı sayılır? Baxın, birinci pozulan qayda buradadır. Qız və oğlan nikahda iştirak etməlidirlər. Nikahı qıyan o nadan dindar, əgər qız orada yoxdursa, o nikahı qıyırsa, müəyyən şərtlər müstəsna olmaqla, yəni müəyyən bəzi hallarda ola bilsin. Bu da ki, tam əminlikdə, yəni tam olaraq qızın özünü tanıyır, ya yaxın qohumudur və yaxud da ki, ailəyə çox yaxından bələddir. Belə olan bəzi hallarda mümkündür ki, yəni nikahı qıyanın özünün prosesdən ciddi xəbəri vardır. Əks halda, sən hansı hünərlə görmədiyin bir insanı ailəsinin ailəli olmasını təyin eləyirsən? Hansı hünərlə? Sən sabahları o qızın haqqı tapdananda, o qız heç buna razı deyilmiş sən demə, sən bunu necə qıydın? Sən soruşdunmu qızdan, sən bu evliliyə razısanmı? Ona görə də dəyərli insanlar, dəyərli dindarlar, nikah qıyarkən qızın da iştirakını tələb edin. Əgər həya edirsə gəlməyə, sən get onun evinə. Onun evində o nikahı qıy. Yəni qız bir otaqda olsun. Hökmən deyildir ki, məclis iştirakçılarının yanında olsun. Sənin səsini eşitsin. Çünki bu razılıqdan başqa da övladlara nəsihət olunmalıdır. Onlar gənclərdir, onlara nəsihət olunmalıdır. Yaşlı birisi onları izah etməlidir. Həyatın təcrübələrindən, baş verə biləcək hadisələrdən, özü də bütün hadisələri qeyd etmək lazımdır. Yəni hər nə ola bilər. Biz hələ bəzən deyirik ki, xeyir məclisidir, xeyir söylə. Xeyir, bəzən xeyir məclisində baş verə biləcək şərlərdən də xəbər vermək lazımdır. Ki, sənin bugün evlənirəm dediyin qısa müddətdə sonlana bilər. Bu şərtləri qorumalısan. Onlar nəsihət olunmalıdır. Ona görə də birinci şərt budur. Evlənənlərin təyini, yəni orada iştirakı və nikah qıyanın konkret onların kim olduğunu bilməsi, adları və kimlikləri tam təyin olunmalıdır. Yoxsa mən qızımı ərə verirəm. Ata gəlir, qızımı ərə verirəm. Hələ bir evlilik olmur. Qızın adı nədir, kimdir, yaşı, hamı təyin olunur və özündən də razılıq icazəsi soruşulur. Və qızdan nikahı qıyan soruşur. Allahın Resulü sallallahu aleyhi və səlləm demişdi. Qızdan soruşular. Əgər qız razıdırsa evliliyə, susması da razılıqdan sayılır. Yəni, ola bilsin ki, hə deməyə utanır, susursa, susmaq da şəriət məhkəməsində razılıqdan sayılır. Etiraz hökmən dillə bildirilməlidir. İkinci şərt budur ki, ikisinin də bu evliliyə razıyam icazəsi, imzası olmalıdır. Yəni, qız konkret razıyam deməlidir, oğlan da bu evliliyə razıyam deməlidir. Yoxsa o nikahı qıyan bu nikahı qıymamalıdır. İkisinin də razılıq cavabını almasa. Bircə qız üçün bildik ki, həya edərsə susması keçərli sayılır. Deməli, birinci şərt budur ki, iştirak edirlər. İkinci şərt budur ki, razılıq verirlər, ikisi də. Üçüncü şərt, vəlinin olmasıdır. Yəni, qızın
namusunu qoruyacaq bir kişi. Birinci ata gəlir. Atası olmalıdır. Əgər ata dünyasını dəyişibsə və yaxud da ki, ata ola bilsin ki, misal üçün ayrılıblar, ondan sonra qəti əlaqə yoxdur. Yəni ata bu ailəyə baxmır. Yəni ümumiyyətlə, yəni bunlarla əlaqəsi qalmayıb. Bəzi hallar vardır ki, atadan hüquq alınır və keçir hökmən bir başqa baba, ata tərəfindən ammaha, ana tərəfindən vəli olmur. Vəli ata tərəfindən olur. Yəni ya atası olur, atası yoxdursa babası, əmisi. Bax beləcə ailə tərəfindən kişi xaylağı qızın namusunu qoruyacaq və qızın hüquqlarını qoruyacaq başçı olmalıdır. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, la nikaha illa bi vali. Ravahu Ahmed. İmam Ahmed'in rivayet ettiği bu hadiste Resulullah buyurur ki sallallahu aleyhi və səlləm, vəlisi olmayanın nikahı yoxdur. Digər hədisin versiyasında isə demişdir, həmin nikah batildir, batildir, batildir. Yəni vəlisi olmayan. Niyə? Çünki qız hansı yaşda adətən evlənir? Hələ gənc yaşında. Təcrübəsi yoxdur. O öz başına evlənə bilməz. Tağut qanunlarında evlənə bilir. İslam qanununda evlənə bilməz. Niyə? Çünki yalnız Allahdır ki, evlənərkən təkcə evlənənlərin hüququnu deyil, onu boya başa çatdıranın da hüququnu qoruyur. Necə olur ki, bir ata bir ömür qız boyatsın, boya başa çatdırsın, onun namusunu qorusun, onu istidən, soyuqdan qorusun və öz həyatını onun daha yaxşı yaşamasına qurban versin və sonra da gəlsin, qız kiminlə istəyirsə evlənir və yaxud da Allah qorusun, o qaçdı, qız qaçdı sözü. Bu tam əxlaqsızlıqdır, qəti şəriətdə icazəli deyil, cahil adətidir. Qaçırt, sonra icazəsini alarıq. Elə halallıq olur. Təsəvvür edirsən, birinin malını oğruyursan, sonra ona deyirsən, dayı oğramışam da, biraz da yemişəm bundan. Yəni ki, malı mənə halal elə. Elə halallıq olur. Evlənərkən də qızı qaçırtmaq nədir? Qaçırt, sonra da halallığını alarıq. Bu, qədim Şamonlar dönəmindən, Monqol tatarlarından qalan vərdişlərdəndir. Qaçırdırdılar, sonra elçi gedirdilər ki, daha qaçırtmışıq da, indi söz-söhbəti böyütməyəcəksən ki. Ola bilsin bir valideyn, məcbur qalıb buna həd etsin. Amma o adam bilsin, Allah onu həyatının bir günündə həmən nöqtəsindən sancacaq. Çünki o ata sancıldı. Çünki o atanın şərəfi ilə oynanıldı. Amma o məcbur qaldı, övladını rüsva etməsin, özünü rüsva etməsin deyə. O buna razı oldu. Belə halallıq alınması gerçək halallıq deyil. Ona görə də bu doğru deyil. Vəlidən icazə alınmalıdır. Ata övlad böyəldib. O onun gələcəyini də düşünür. Amma həmən övlad onu düşünə bilməz. Çünki yaşı çox azdır. Evlənən insan bunu düşünə bilmir. Çünki evlənərkən bəzən evlilik sevgidən olur. Bəzən göz tutulmasından olur. Yəni gözü tutuldu, aldandı bir şeyə. Nəyə? Ya gözəlliyə aldandı, ya bəzi şirin sözlərə aldandı, ya da vədə olunmuş bir həyat tərzinə aldandı. Getdikdən sonra isə gördü ki, aman Allahım, aldandım. Artıq aldanmaq nə deməkdir? Orada nə qədər tezdir evinə qayıt deyil ki, artıq sənin həyatına bir damğa vuruldu. Yəni sənin həyatda olan qiymətivə artıq geri qayıtmış bir əşya, geri qayıtmış bir şey qiymətinə düşdün. Çünki insanın ən qiymətli dönəmi onun birinci evliliyidir. O birinci evliliyi də qızın öhdəsinə qoymaq olmaz. Baxmayaraq ki, ikinci şərtdə dedik, qız razı olmasa evlilik batildir. Ata fəryad qopartsa da,
Qız razı deyilsə evlilik batildir. Qız da razıdır, ata da razıdır, oğlan razı deyilsə evlilik batildir. Qız da razıdır, oğlan da razıdır, ata razı deyilsə yenə evlilik batildir. Baxın, evlənərkən bu üç nəfərin razılığı şərtdir, rukundur. Olmasa kəbin batildir. Bax, bu üç nəfərin razılığı. Ona görə də atalardan icazə alın, atalarını soruşun, ata icazə versin. Və bəzi insanlar atam bizi yola vermir, atam gəlmir, atam deyinir, deyib o cürə evlilik olmaz. Hökmən nikahı qıyan atasını tapmalı, incələməli, soruşmalı, niyə gəlmirsən, niyə razı deyilsən. O görsə ki, şərtlərdə bu atanın başı pozuqdur və yaxud da ki, bu ata İslam şərtlərini bilmir və o zaman ola bilsin ki, ondan bu hüquq alınsın. Yoxsa normalda belə bir kəlmə ilə atam gəlmir, atam bizi yola vermir, atam bizimlə qalmır kimi sözlər heç biri şərt deyil. Atanın icazəsi şərtdir. Bir qızın evliliyində. Çünki ata qədər ana belə gələcəyi görə bilməz. Çünki evlilik bir ömür sürməkdir. Ömür sürməkdir. Yəni, ömür sürəcəyin bir insanı qızın yaşı çatmaz, praktikası çatmaz onu bilməyə. Ona görə böyüklərdən nəsihət almalıdır. Böyükdəki ata olması şərtdir. Baxma, sevgidə ən çox anadır, qiymət ən çox anaya verilir. Amma bax, bu cür seçimlərdə, ciddi məsələlərdə atanın hüququdur. Çünki ata daha yaxşı bilir, kişi daha yaxşı bilir qaydaları, qanunları. Qadın biraz çılğın olur, qadın xasiyyəti biraz kövrək olur. Yəni ona görə də qadına bu iş etibar edilmir. Çünki o ehtiraslarına görə və yaxud da ki, duyğularına görə hökm verər. Ata isə elədir ki, duyğularına baxmır. Övladının saadətinə baxır. Bəzən öz duyğularını belə qurban verir bu işdə. Ona görə dinimiz kişi olan birisini o ailədən seçilməsi, qızın vəlisi olaraq orada iştirakı şərt qoyulmuşdur. Və sonra burada dördüncü şərt iki şahidin iştirakıdır. İmran bin Hüseyin radiyallahu anhu buyurur ki, Allah'ın Resulü buyurmuştu, la nikaha illa bi veli ve şahidi adl. Ravahu İbn Hibban. İbn Hibban'ın rivayet ettiği bu hadiste Resulullah buyurmuştu sallallahu aleyhi ve sellem. Evlənərkən vəli və iki şahid şərtdir. Deməli, vəli bildik qızın atası, ya əmmisi, ya babası olur. Bir də iki şahid olur ki, bu iki şahid evlənənlərə şahid qalır. Biri oğlan tərəfindən, biri qız tərəfindən. Şahid qalır və ki, yəni bəli, o şahid də kim olur? Kim olsa olar. Bircə müsəlman olsun. Yəni bircə o söhbətdən xəbəri olsun. Buna görə şahid qalır ki, yəni gizli deyil. Çünki Allah Subhanahu taala evliliyi elan etməyi əmr etmişdi. Gizli evlilik olmur. Elan yəni bütün dünyaya deyil, yəni çevrə ən azı bilməlidir. Bu evə gəlib gedən oğlan kimdir? Gizli olmaz. Gizli evliliklər ki var, ona deyirlər aşına saxlamaq. Aşına nədir? Hara getdiyini heç kəs bilmir. Kimdir bununla evli olan heç kəs bilmir. Bu aşınadır. Belə evlilik olmaz. Yəni bilinməlidir ki, bəli, bu bunun həyat yoldaşıdır. Yoxsa əlində bazarlıq gəldi, girdi bir evə, bu kimdir görəsən, heç kəs bilmir və bu gedir və heç kəs bilmədi bu kim idi. Elə şeylər olmur, elə evlilik də olmur. Evlilik bu demək deyildir, bütün dünya bilməlidir. Amma çevrə bilməlidir. Çünki çevrənin də baxışları şərtdir. Çevrə şübhələnə bilər, sonra çevrə də həmən adama o gözlə baxa bilər ki, kimsə bunun yanına gəlib gedir. Bax, belə olmur. Ona görə izahat verməli deyil ki, hər kəsə, amma məlum olmalıdır. Yəni, ən azı iki şahid olmalıdır ki, bəli, bu evlidir, bu bunun həyat yoldaşıdır. Yəni, başına bir iş gəlsə,
o şahidlər gəlir ki, bəli, biz iştirak etmişik, bunlar evlidirlər, bu bunun həyat yoldaşıdır, mirasına sahib qalmalıdır, övlad bunundur ki, bu cıra iki şahid olmalıdır. Deməli, evlilikdə 3 nəfərin rızası şərtdir, 3 nəfər razı olmalıdır evliliyə, oğlan, qız və qızın atası. Bir də ki, 2 nəfər iştirak edir. Ki, bu da ki, hər bir müsəlman ola bilər. 5-ci şərt budur ki, sonuncu şərtdir. Evliliyə dində maneə olan bir maneənin çıxmaması. Misal üçün, evlənənlərdən biri kafirdir. Olmaz belə. Sevsə belə kafiri sevmək olmaz. Müşrikdirsə, yəni Allahdan qeyrisinə ibadət edənlərdəndirsə, hansı tərəf olsa icazəli deyil. İstər oğlan, istər qız. Yəni belə bir maneə olmasın və yaxud da ki, qohumluq əlaqələrindən. Misal üçün, dayı ilə evlənmək olmaz, xala ilə evlənmək olmaz. Yəni bu cür maneələr olmasın. Ki, yəni bu da adətən bu rahatdır. Amma o birilərində problem çox yaşanır. Qızın razılığında, vəlinin razılığında problem çox yaşanır. Bu 5 şərtdir. Deməli, evlənənlərin iştirakı, evlənənlərin razılığı və qızın vəlisinin olması, 3, 2 şahidin olması, 4, evliliyə maneənin olmaması, 5. Dəyərli evlənənlər, bu 5 şərtdir ki, sənin evliliyin şərtidir. Bir də vardır, yəni bu şərtlər bitdi. Burada mənəvi bağlar. Mənəvi bağlar, yəni bunu şərtlərlə izah edilməyəcək bir şeylər. Dəyərli evlənənlər, o da sevgidir. Sevib evlənin. Dünya marağına görə, şan-şöhrətə görə, zənginliyə görə seçim etməyin. Bu, gələcəkdə ailədə ciddi problem yaşadır. Çünki yalnız sevməkdir ki, insan sevdiyinə görə bütün maraqlarını qurban verir. Hər nəyini qurban verir ki, çünki sevirəm deyir. Biz övladlarımızı necə böyəldirik? Hər nəyini itirməyə razısan ki, övladını qoruyasan, övladına bir şeylər olmasın, həyatını belə qurban verməyə hazırsan. Niyə? Çünki evladla sənin aranda sevgi var. Çalışın, evlənərkən, evləndiyin oğlanın, evləndiyin qızınla da aranda sevgi olsun. O sevgi cahillərin dediyi kimi demirəm, ha, nə bilim, aylarla da, illərlə də bir-birlərini sevirlər, gəzirlər, söhbət edirlər, hələ evlənməyiblər. Bu cahillikdir, bu haramdır, bu din deyil. Bu sevmək deyil. Ümumiyyətlə, sevməklə şəhvət duyğularını ayırmaq lazımdır. Şəhvət duyğuları ilə baxışlar ötəki duyğulardır. Ha, bu çox gözəldir. Orası çox gözəl, burası çox gözəl. Bu ötəki bir hallardır. İnsan bədəni sürətlə dəyişilə bilir. Bəzən görüntüsü pis olan gələcəkdə gözəl görünür. Bəzən görüntüsü gözəl olan qısa müddətdən sonra görüntüsü dəyişilə bilir. Yəni qızdır, özünə bəzək-düzək verir, özünə çox baxır, evlilikdən sonra çox baxa bilmir. O sənin gözündə dəyişilə bilər gözəlliyi. Amma sən sevsən, o sevgi sənin gözündə onu dəyişməyəcək. Sevgi yerində qalacaq. Digər maraqlar isə ötəkidir. Yəni evlənərkən sevin evlənin. Sevmək də dediyimiz kimi belə sevib gəzib dolaşmaqdan danışmırıq, bu doğru deyil. Sevmək, sənə bir oğlan təklif edildisə və yaxud da ki, bir oğlana bir qız təklif edildisə, ailə tərəfindən, dost tərəfindən, qohum tərəfindən və yaxud da təsadüfən Allahın qarşılaşdırması ilə gözünə bir şey dəydisə, biri dəydisə, onu görərkən içində yaranan sevgi duyğuları oldusa, yenə deyirəm, sevgi duyğusu onun bir hissəsi deyil, ha. Onun bir hissəsi deyil. Misal üçün gözləri gözəldir, nə bilim yanağında qəmzəsi var, nə bilim boyu elədir, nə bilim səsi belədir, deyil. Bu sevgi deyil. Bu
çaşdırıcı duyğulardır. Şeytan bax bu duyğulardan istifadə edir. Sevgi bilmədiyin bir şeydir. Yəni soruşanda niyə ona bağlanmısan, sən cavab verə bilmirsən. Özünə də cavab verə bilmirsən. Niyə mən bunu sevirəm? Bax budur. Bunu tapıb evlənin. Bunu tapıb evlənsən. Bir ömür bir-birinizə bağlı yaşayacaqsınız. Yox, bu olmasa ya evlilik sonlanacaq, ya bir ömür xoşlamadığın bir həyatı yaşayacaqsan. Sonra da kimisə qınama, sonra da nə valideynlərini, nə çevrəni, nə Allahı qınama. Çünki əksəriyyəti bax bu buraxdığı xətanı sonradan niyə mənim üçün belə oldu, niyə talihim, niyə elə, niyə belə sözlərini çox deyir. Halbuki Allah sənə onu orada deyəcək, niyə belə. Sən etdin, tələsdin. Yəni, dəyərli insanlar, evlilik hətta Allahın Rəsulunun belə həyatında indi boşanar, bayaq boşanar durumuna gəlib çatıb. Rəsulullahın da həyatında olub. Bəs o nəyə aldanmışdı? Aldanmayıb. Yəni, evlilik bu o demək deyildir, sən biri ilə evləndin ki, evləndiyin gündən, nə bilim, 50 ildə yaşayırsınız, hələ bir-birinizi sevə-sevə yaşayırsınız. Xeyr, hələ şey, heç tarixdə olmayıb. İnanın ki, heç bir nə Peyğəmbərin, nə övliyanın həyatında elə evlilik olmayıb. Evlilik hələ belədir. Yəni, bəzən nifrət, bəzən soyuqluq, bəzən peşimançılıq, niyə mən bununla evləndim? Amma hər bu sözü deyəndə, onun içində onu bağlayan həmən sevgi aktivləşir. Yəni, bunu ondan o taya keçməsinə qoymur. Yəni, sonra deyil, bu nə idi mən düşünürdüm. Şeytan da mənə vəsvəsə verir. Sevmişəm, evlənmişəm. Baxın, sevgi olanda bütün maniyələri aşır və maniyələr də olacaq. Bu həyatdır. Bir yerdə yaşayırsınız. Bəzən biri xəstə olur, o birinə bu durum sərf etmir. Bəzən biri yoxsul olur, bir tərəfə o bu sərf etmir. Bəzən elə söz deyilir, o söz qəlb qırır. Amma bütün bunları sevgi örtür. Sevgi olmayandan sonra isə insan hey özünü qınıyır. Niyə mən bununla yaşayıram? Niyə bununla yaşayıram? Heç bir marağım yoxdur. Nə sevgim var, nə başqa bir maraq qalmışdır. Heç nə bunda qalmamışdı. Çünki səni ona bağlayan kiçik maraqlar idi. Var dövlət, nə bilim, gözəllik, bunlar aldatmaca idi. Və bir də şirin sözlər. Yəni, şirin sözlərə də aldanmaq lazım deyil. Gerçəyə. O gerçək nədir? Sənin içindəki qığılcımdır. İçində bir qığılcım yarandısa, səbəbi bilinməyən bir qığılcım. İfadə edə bilməyəcəyim bir sevgi. Yəni, nəyinə bağlanmışam bilmirəm. Bax, odur ülvi, odur saf, odur təmiz. Zaten Allah nəyi veribsə bizə, o safdır, o təmizdir. Bal deyirlər, təmiz bal harda var? Bal təmizdir, bütün ballar təmizdir. Balı çirkin edən bizük, insanlar. Allahın yaratdığı arı təmiz bal hazırlayır. Nə edirsən et. Hansı güldən çəksə, acı yeməkdən də bir şey çəksə, o bal çəkir. O bala biz əmma qururuq, bir şeylər edirik, onu korluyuruq. Deməli, əslində safdır. Bizim duyğularımız da safdır. Biz duyğularımızı həvəsimizə qurban veririk. Həvəsimizə. Ona görə, baxın, insanlar bu günləri evlənərkən əməliyyatlarla evlənirlər. Özünü düzəldir, orasını, burasını düzəldir və kimisə aldadır. Və qısa müddətdən sonra aylar keçmir, bu peşmançılıq başlayır. Çünki ondan da yaxşı özünü düzəldənə rast gəlir, deyir ki, bu ondan da gözəl imiş. Gözəllik də elə şeydir ki, gözəlliyin sonu yoxdur. Və heç bir gözəl də ən son gözəl deyil. Hər bir gözəldən daha çox gözəl doludur dünyada. Şeytan da bundan istifadə edir. Sən gözəlliyə evlənsən, sənə evlənəndən sonra ondan gözəllərini göstərəcək, başına vuracaqsan ki, niyə evləndim? Ona görə də ona aldanma. Nə var dövlətə, nə gözəlliyə, nə də şan şöhrətə. Sən sevginə bax. Allah səni bir tikə çörəyi tapdıracaq, yedizdirəcək. İnan ki, sevdiyinlə evlənsən. Sizə acılığınız da maraq gələcək.
yoxsulluq da maraq gələcək. Çünki ortada sizi biri-birizə bağlayan ilahi sevgi vardır. Bəli, bunu danışmaq asandır, bunu yaşamaq isə çox çətindir. Çünki insan bir yerdə marağı onu nəyəsə qurban verir. Hər nədir oldusa, insan ailə qurdusa, necə də gözəl deyiblər. Sevdiyinlə evlənməyə deyil, evləndiyini sevməyə çalış. Evlisənsə, artıq onu sevməyə çalış. Sevgi də elə duyğudur ki, bəlkə də yersiz evlilik olsa belə, yəni şərtlərə uyğun olmasa belə, yenə də sevgi olursa ortada, o əks tərəfə də bu öz təsirini göstərə bilir, ola bilsin ki, bir şeylər ortaya gəlsin. Yəni, bir ömür peşiman yaşama. Çünki həyat sana bir dəfə verilmişdi. Bir dəfə. Daha sən dünyada yaşamayacaqsan. Daha sən olmayacaqsan burada. Sən Rəbbinə qovuşacaqsan. Əlbəttə ki, ora ideal təmizlik, ora ideal düzlük yeridir. Amma hər nədir, bu dünyada bizim yaşayacağımız bir məskəndir. Burada yaşamaq sənin hüququndur, haqqındır. Hər nədir, qarşına qədər nəyi çıxardıbsa, onunla sevərək yaşamağa çalış. İnan gələn ki, gözləmədiyin yerdən elə sevgilər doğar ki, yetər ki, sən addım at. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.